Xoş gördük sizləri. Bu gün sizinlə birinci sinif informatika dərsliyinin növbəti mövzusu olan hadisələr ardıcıllığı mövzusu ilə tanış oluruq. Sonra gəlin nəsə dərsliyin giriş hissəsində olan şəkildə diqqət edək. Şəkildə 4 dənə müxtəlif fəsil təsvir olunub. Gəlin baxaq görək bunlar hansı fəsillərdir. Birinci yaz fəsli təsvir olunub. Qaranquşlar gəlib çiçəkləri açıb. Yer çiçəklərlə doludur. Və bu bizə göstərir ki, bu yaz fəslidir. Növbəti şəkildə isə ağacların üzərində meyvələr var. Bu da hansı fəslə işarədir? Təbii ki, yay fəslinə. Üçüncü şəkildə isə ağacların yarpaqları tökülüb və yağış yağmağa başlayır. Bu isə bu fəslin payız fəsli olduğunu göstərir. Növbəti şəkildə isə artıq hər tərəf qarla örtülmüşdür. Bu isə qış fəslini göstərir. Uşaqlar, yaz fəslindən sonra hansı fəsil gəlir? Yay fəsli. Yaxşı. Bəs qış fəslindən sonra hansı fəsil gəlir? Əlbəttə ki, yaz fəsli gəlir. Yaz, yay, payız, qış və yenidən yaz, yay, payız, qış. Yəni qışdan sonra yaz gəlir, sonra yay, sonra payız, sonra isə yenidən qış gəlir. Fəsillər bir-birinin ardınca davam edir. Yəni aramsız şəkildə dövr edir, bir-birlərini əvəz edirlər. İndi isə gəlin uşaqlar aşağıda tapşırığın növbəti hissəsinə baxaq. Baxaq görək bu şəkillərdə bizə nə təsvir olunub. Əvvəlcə qara buludlar gəlir. Qara buludlar gəldikdən sonra şimşək çaxmağa başlayır. Düzdür? Şimşək çaxır. Şimşək çaxandan sonra nə olur? Yağış yağır hər tərəf. Gölməçələr yaranır hər tərəfdə. Yerlər su olur. Sonra isə yağış yağıb bitəndən sonra günəş çıxır. Günəş çıxandan sonra nə olur? Buludlar çəkilir. Günəş çıxırsa artıq yerdəki həmin o yağış gölməçələri də qurumağa başlayır. Gəlin nümunə tapşırığımıza baxaq. Uşaqlar, yəqin ki, siz qoğalın nağılını bilirsiniz. Əgər bilmirsinizsə, mən sizə tövsiyə edərdim ki, YouTube-da qoğalın nağılı yazaraq qoğalın nağılını da izləyəsiniz. Ancaq qoğalın nağılı yazdığınız zaman çıxan ilk linkdən yox, birinci video yox, ikinci videonu izləməyi sizə daha çox tövsiyə edərdim. Çünki oradakı qoğal bizim kitabımızdakı qoğala çox bənzəyir. Uşaqlar, qoğalın nağılında gedişat, yəni hadisənin baş vermə ardıcıllığı bu formadadır. Əvvəlcə nənə bir qoğal bişirir. Sonra isə qoğalın soyması üçün onu pəncərənin qarşısına qoyur. Və bu vaxt qoğal nənədən və babadan qaçaraq evdən uzaqlaşır. Qoğal əvvəlcə dovşana rast gəlir. Dovşan qoğala onun çox gözəl olduğunu söyləyir. Qoğal isə qarşılığında dovşana mahnı oxuyur və onu yeməməsinə şərait yaradır. Sonra isə ayıya rast gəlir. Ayı deyir ki, qoğal sən çox gözəlsən və mən səni yemək istəyirəm. Qoğal isə qarşılığında mən sənə mahnı oxuyum, sən isə məni yemə deyərək ayını da razılaşdırır. Daha sonra isə canavara rast gəlir. Canavar da qoğalı yemək istəyir. Ancaq qoğal canavara da mahnı oxuyaraq oradan uzaqlaşır. Sonra isə tülküyə rast gəlir. Tülkü qoğala çox gözəl sözlər deyir. Onun gözəl olduğunu söyləyir. Qoğal da yenə ona mahnı oxuyur. Ancaq tülkü qoğala mən çox qocayam, sənin mahnın çox gözəldir, amma mən onu tam eşidə bilmirəm. Gəl mənim burnumun üstündə otur və elə oxu deyir. Qoğal da yaxınlaşır və onun burnunun üzərində dayanaraq mahnısını oxuyub bitirir. Daha sonra tülkü ona deyir ki, yox, mən deyəsən çox qocalmışam və sənin mahnını eşidə bilmədim. Bəlkə sən mənim dilimin üstündə oturasan və mən daha yaxşı eşidərəm o vaxt. Qoğal da buna aldanır və tülkünün dilinin üstündə oturaraq mahnı oxumağa başlamaq istəyir ki, tülkü onu yeyir. Yəni burada hadisələrin ardıcıllığına bu formada diqqət çəkə bilərdik ki, əgər qoğal nənədən və babadan qaçmasaydı onu və nənə və baba yeyərdi. Və yaxud qoğal əgər ilk tülkü ilə rastlaşmış olsaydı, o zaman nə dovşana, nə ayıya, nə canavara rast gəlməzdi. Gəlin indi tapşırıqlarımıza baxaq. Birinci tapşırıqda Turpun nağılında baş verən hadisələri ardıcıl söyləyin deyir. Uşaqlar, siz YouTube-dan Turpun nağılına da baxa bilərsiniz.
Turpun nağlında baba bir gün bir turp əkir və gəlib baxır ki, turp çox böyüyüb. Turpu çıxarmaq vaxtı artıq çatıb. O turpu çıxarmaq istəyir, ancaq nə qədər çəksə də onu çıxara bilmir. Bu zaman nənəni köməyə çağırır. Nənə gəlir, yapışır babadan, nənə babadan, baba da turpdan dartırlar, dartırlar, turpu çıxarda bilmirlər. Sonra isə nəvəni köməyə çağırır. Nənə gəlir, nəvə gəlir, nənədən, nənə babadan, baba da turpdan yapışır. Dartırlar, dartırlar, yenə çıxarda bilmirlər. Nəvə Toplanı köməyə çağırır. Toplan nəvədən, nəvə nənədən, nənə babadan, baba da turpdan yapışır. Dartırlar, dartırlar, yenə də çıxarda bilmirlər. Daha sonra isə Toplan Məstanı köməyə çağırır. Məstan Toplandan, Toplan nəvədən, nəvə nənədən, nənə babadan, baba isə turpdan yapışır. Dartırlar, dartırlar, amma çıxara bilmirlər. Sonda Məstan Siçanı köməyə çağırır. Siçan Məstandan, Məstan Toplandan, Toplan nəvədən, nəvə nənədən, nənə babadan, baba da turpdan yapışır. Və dartırlar, dartırlar, axır ki turpu çıxara bilirlər. Buradan belə görürük ki, hadisələr hansı ardıcıllıqla baş vermiş olur. Əvvəlcə baba gəlir, sonra nənə, sonra nəvə, sonra Toplan, sonra Məstan, sonda isə Siçan gəlmiş olur. Gəlin ikinci tapşırığa baxaq. Şəkillərdə göstərilən hadisələri ardıcıl danışın. Əvvəlcə ördək yumurtaları altına yığır və onun üzərində yatır. Bir müddət sonra yumurtalar çatlamağa başlayır. Daha sonra isə yumurtaların içindən balaca sarı ördək balaları çıxmış olur. Növbəti tapşırıq, üçüncü tapşırıqda deyir ki, şəkillərdəki hadisələr hansı? Uşaqlar, təbii ki, ilk öncə qurd göbələyə yaxınlaşır. Sonra qurd göbələyin üzərinə dırmaşır. Daha sonra qurd göbələyə daxil olur. Sonra isə artıq buradan daxil olan qurd gəlib bu biri tərəfdən çıxmış olur. Dördüncü olaraq da bu baş vermiş olur. Uşaqlar, bugünkü dərsimiz, mövzumuz bu qədər. Ümid edirəm, dərsimizi başa düşmüsünüz və mən sizə tövsiyə edərdim ki, kanalımıza abunə olun və videomuzu izləyin. Eyni zamanda kanalımıza abunə olsaz, növbəti dərs videolarının izahları da sizə bildirim şəklində gələcək. Və dərsimizi daha aydın şəkildə başa düşmək üçün mütləq şəkildə Turpun nağılını və Qoğalın nağılını izləməyi, eyni zamanda kitabdan da dərsi özünüz təkrar bir dəfə oxumağı unutmayın.